Cinsiyət ən tez nə zaman bilinir? NIPT ən erkən və ən dəqiq üsuldur. NIPT non-invaziv prenatal testdir. 9-10-cu həftədən etibarən ana qanında fetal DNA analizi edilir. Y xromosomu varsa oğlan, Y xromosomu yoxdursa cinsiyyət qızdır. Dəqiqlik 99%dir, xüsusilə oğlan uşaqları üçün. İkinci, ultrasəs müayinəsində cinsiyyət qabarcığı görüntüsü 11-13-cü həftələrdə dölün genital nahiyəsində kiçik çıxıntı cinsiyyət qabarcığına baxılaraq təyin edilir. Bu, bucaq onurğaya paraleldirsə qız, yuxarı bucaq 30 dərəcədən yüksəkdirsə oğlan ehtimalı yüksəkdir. Amma bu metod 100%lik deyil. Üçüncü, ultrasəs müayinəsində cinsiyyət orqanı nə zaman görünür? Erkən mərhələ 14-16-cı həftədə cinsiyyət orqanı görünür. Amma bəzən pozisiyadan asılı olaraq müayinə 18-22-ci həftəyə ertələnə bilər. Çünki bu dövrdə cinsiyyət daha aydın görünür, səhv ehtimalı çox aşağıdır. Nəticə olaraq 9-10-cu həftədə NIPT ən erkən, 11-13-cü həftədə cinsiyyət qabarcığı, 18-22-ci həftə isə 100%-ə yaxın ultrasəs müayinəsi təsdiqi ilə hamiləlikdə cinsiyyət təyin edilə bilər.